Nizami rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, polislərin keçirdiyi tədbirlərlə əməl törətməkdə şübhəli bilinən 37 yaşlı Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Xəzər rayon ərazisində də oğurluq faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, zərər çəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10.000 manat pul vəsaitinin oğurlandığını deyib. Polislərin keçirdiyi axtarış tədbirləri ilə əməl törətməkdə şübhəli bilinən 35 yaşlı Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərər çəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib. Faktla bağlı araşdırma aparılır. Goranboyda 18 yaşlı qızın evdən meyidi tapılıb. Hadisə rayonun Sarov kəndində qeydə alınıb. 2008-ci il təvəllüdlü Qurbanovanın meyidi yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma başlanılıb. Sevilən Türkiyəli müğənni Cansevər vəfat edib. Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib. Şimali Makedoniya əsilli ifaçı uzun sürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Cansevər Ağla göz bəbəyim, sən də getdin, kimə bu inat kimi mahnılarla daha çox məşhurlaşıb. Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyidi tapılıb. Hadisə avqustun 6-sında rayon ərazisindən keçən Yeni Xan Qızı adlı kanalda baş verib. Aparılan axtarış xilas etmə tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü gəncin meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Allah rəhmət eləsin.